Sevinç xanım, bir də mənim üçün çox maraqlıdır ki, botoks dedikdə ən çox alındakı üfüqi çizgilərdir, daha sonra qaş arasındakı qırışlardır. Yəni bunlar üçün tətbiq olunduğunu görürük. Bəs bundan əlavə başqa hansı sahələr üçün botoks tətbiq olunur? Çox gözəl bir sualdır. Çünki çox vaxt mənim yanıma pasientlər yaxınlaşır və deyirlər, doktor, biz full face botoks istəyirik. Mən deyirəm, çox böyük məmnuniyyətlə başlayıram işarə qoymağa boğaz nahiyəsinə, aval nahiyəsinə. Pasient quruyub baxır mənə, deyir ki, bu axı full face deyir. Deyirəm ki, bir dəqiqə, full nə deməkdir? Tam, ümumi və üz yalnız alından ibarət deyir axı. Üz ümumiyyətlə alın, orta nahiyə, aşağı nahiyə. Çox təəssüflər olsun ki, bizdə full face deyiləndə yalnız alın, göz ətrafı nəzərdə tutulur. Əslində botulinotaksin, yəni botoks daha sadə deyək, yalnız alın nahiyəsinə yox, qaş arası, alın, göz ətrafı biz bildiyimiz nahiyələrə yox, həmçində aval nahiyəsinə, boğaz nahiyəsinə, çənə nahiyəsi, qəmginlik qırışları və qəmginlik ifadəsi üzdən itiririk. Belə bir balaca sildiyim botulotoksin burun nahiyəsinə vurulanda o artıq şişkinliyi götürür. Ondan yanaşı botoks çox böyük uğurla dermatologiyada istifadə olunur. Araşdırarkən hətta gördüm ki, tərləməyə qarşı da istifadə olunur, əl içi, qoltuq alt nahiyəsi üçün də istifadə olunur. Yəni bunun üçün də effektlidir. Çox onu istifadə edirəm öz pasientlərim üçün də, həm bəylərdə, həm xanımlarda. Bəzi vaxt bəylər gəlmirlər belə prosedurlara, amma əslində bu müalicəvi bir prosedurdur. Tərlənməni aradan götürür və pasientlər çox sevinir. Yəni deyirlər ki, bizə ikinci bir həyat bəxş edirsiniz.